Ne tatlı da Allah. Bunu kim pişirir? Mən, özüm. Samsa qatıqlap dadlıyor. Salam əziz izləyicilərim, Gədəbəydən salamlar. Trendə də qoşulduğumuz görə artıq videomuza başlaya bilərik. Ümumi ərzaqlar haqqında bir məlumat demək ki, zaten bunu bütün Azərbaycan xanımlarımız çox gözəl bilirlər. Sadəcə bəzi nüanslar var ki, onları qeyd etmək istəyirəm. Yəni mənim bu şəxsi öz düşüncəmə görə, yəni bişirmə metoduma görə deyə bilərəm ki, göyərtilərdən ən öncəliyim hər zaman nanədir. Yəni indi məsəl üçün tam yaş nanə də ola bilər və yaxud da quru nanə də ola bilər. Yəni mütləq nanə dolmada olmalıdır. Daha sonra kərə yağı. Mesela mənə görə kərə yağının verdiyi yeməklərdəki xüsusi dad tam fərqli olur. Onda daha dadlı olduğunu düşünürəm. Ona görə də dolmalarda istənilən dolma növündə mütləq kərə yağından da istifadə edirəm. Həmçinin hal-hazırda tam belə demək olar ki, tam başlayır sezonu yarpaqların. Çünki yarpaqlar bir müddət sonra artıq qalınlaşma gedəcək orada və o daha bərkimiş olacaq. Ona görə tam indi zamanıdır ki, dolma bişirməyimiz üçün ki, dolmalar yumşaqdır. Burada xalamız çox gözəl dolma bükmə metodunu bizə öyrədir, çox sağ olsun. Amma biz bundan gəl istifadə etməyək, özümüz bildiyimiz kimi. Və mənə görə bəzi xanımlar əldə bükür, amma mən bu forma taxta bükməyi daha asan bilirəm, bilmirəm niyə. Mənim əlim belə öyrəşib. Və onu da qeyd edim ki, nə çox uzun sevmirəm, nə də çox belə xırda-xırda. Çünki çox uzun olmadı, artıq o tük dolmaları sayılır. Sarma sayılır, yəni tüklərin olan yeməkdir. Amma bizlərdəki olan ölçü müəyyən qədər orta olmalıdır deyə düşünürəm. Altdan yarpaqları həmişə düzürəm ki, belə də həm yanmağının qarşısını alır, həm də ki, bəzi kəflərini öz canına çəkir. Belə, yeməyimiz burada artıq hazırdır, bişib və üzərinə isə tam hazır olandan sonra zeytun yağı etmək, bu daha parlaqlıq da verə bilər. Belə xanımlar, nə bişirməyi düşünürsünüzsə də bu da sizə bir fikir olar. Göz haqqınızı halal edin. Allaha əmanət olun. İzlədiyiniz üçün təşəkkür edirəm.